Ananın hörməti ailədə qorunmalıdır. Əgər anaya qarşı hörmətsizlik olsa, oğul da öz həyat yoldaşına hörmətsizlik edəcək. Əgər qız övlad görürsə bu səhnəni ki, hörmətsizlik olunur ataya, o qız övladı evlənmək istəməyəcək. Onda haşiyə də olsa mən dedim, cinsi problem yaranacaq. Necə? Yəni qız olmağından ezikəcək. Bu cinsi tərbiyədə bu məsələlər var. Yəni istəməyəcək ki, kaş mən qız olmazdım. Niyə? Hey təhqir, hey təhqir, hey. Baxır müşahidə edir ki, hey evdə ana təhqir olunur. Qardaş bacını təhqir eləyir. Ata ananı təhqir eləyir. Amma bir cəmiyyətdə ana ucalsa, ananın məqamı uca olsa, ana məqamı praktikada, bu sözdə yox, ana cənnət ana bu deyən keçək üstündən yox. Cəmiyyətdə, ailədə, hər bir yerdə ananın məqamı qalxsa, ananın dəyəri qalxsa, ananın, müəllimin, bu şeylər bizim bütün həyatımızı 180 dərəcə dəyişir.